Uşağınıza elə paltar geyindirərsiniz, heç eşitmək də istəmirəm. Təşkil eləyin, sonra danışarıq. Musa Mərcanıç, xahiş eləyirəm, bir də belə zəhmət çəkməyin. Bu nə sözdür, gözümün çişiği, borcumuzdur. Çarxı fələk tərsinə dövran edir indi. Böyük basburutda oğlandı durub gəlib ki, süzdə katibə yeri boşdur. Deyir, bu mənim diplom işimdir. Katibəlik diplom işidir. Elə deyir, bu saat çağıraram görərsiniz. Olar. Eşidirəm sizi. Universitetdən təcrübə keçməyə göndəriblər məni, buyurun. Köməkçi yeri boşdur deyirlər sizdə. Diplom işimlə əlaqədar bu yer məni qane eləyərdi. İndiki qane eləyir, onda gedin kadrlar şöbəsinə. Buyurun. Heç bilmirəm necə deyim sizə. Sərgi bizim aramıza yaraşır. Gözümə çox yorğun görünürsünüz. Ancaq yorğunluq sizə yaraşır. Yox, yorğun deyirəm. Amma bir balaca narahatçılığım var. Xahiş edirəm, düzgün başa düşəsiz məni. Əlbəttə, sərgidə iştirak eləmək şərəflidir. Baş ucalığıdır bizim üçün. Ona sözüm yoxdur. Amma indi vəziyyət elədir ki, fabrikdə təkcə eksperimental sexin imkanları ilə üz ağarda bilmərik. Ona görə bir direktor kimi borcumdur. Borclu borclunun sağlığını istər. Eşidirəm. Hə, indi gəlirəm. Təcrübəmə inanın. Şövkət xanım, sərgi həm də etimaddır. Ancaq gərək o etimadı doğrulda biləsən. Çalışın, doğruldun. Nəzərdə tutulan ünlülərdən geri qaldım. Yükü hər kipriyimin bir buludun leysanı, gözümü yumsam əgər, sel su tutar dünyanı. Nənəm xəyyamdan stat gətirir. Xəyyam deyəsən, elə o vaxt sənin bu gününü görüb, o beyti deyib. Yaxşı, incimə. Başa düşürəm. İndi sənin o vaxtındır. İlk növbədə biz sifarişçilərlə əsl işgüzar münasibətləri qaydaya salmaq istəyirik. Biz alıcıların arzu və istəklərini öyrənir, durğunluqdan, arxayınçılıqdan, ətalətdən yaxa qurtarmaq üçün bugünkü alıcılarımızın arzu və istəklərini... Özləsi nədən danışır? Üzündən oxumur. Alıcıların arzu və istəkləri Əri var? Tələblər gün bölüm Ayrılıblar. İndi hər kəs... Aydındır. Belə demək mümkün. Bütün dövrlərdə kişilər müstəqil qadınlarla münaqişədə olublar. Gözəllik ondur. Bu da müstəqildir, hiss olunur. Mövsümü. Öz aramızdır, sənin babanın da. Yaraşıqlı, Mənlə cavanlıqda işi gücü elə hey çəkişmək olub. xoş əhvalı. Arada qazanan da olurdu. Hər birimiz... Onu çox eşitmişəm. Bağışla. Həyin başına... Direktorun danışıraq. Onu da nəzərinizə çatdırım ki, 9-cu 5 illiyin dövlət tapşırıqlarını artıqlaması ilə yerinə getirmişik. Amma keyfiyyət sarıdan üzümüz qaradır hələ ki. Yeni 5 illik bizim üçün də keyfiyyətlidir. Özünün zövqünə sözüm yoxdur. Yaxşı geyinib. Yoxsa sizin fabrikin malıdır. Çayını iç. Ola bilər. İmportludur. Sözsüz xarici maldır. Söz verilir, Əjdər Sabirov yazır. Hörmətli yoldaşlar. Məndən əvvəl çıxış edən müəssisə rəhbərləri Bu bir artist var, lap onu oxşuyur. Adı nə idi onun? qeyd elədilər ki... Nə bilim hansını deyirsən. müəssisələr
Yoldaş Qaraxalov, Bəli, zəhmət olmasa bir dəqiqə. gəldim ay Fatma xanım. Nə var, nə olur? Bu yoldaş malları geri qaytarır. Nə? Bu deyib, buradadır. Kimdir, hanı o yoldaş? Hele, bana bak görüm. Neyinsə burada? Ne oldu be? Ne mal? Mallarınızı getirmişim. Adı ne malı? Valla mallarınızı alan yoktu da. Geri qaytarmağa da icazem var. Ne icazə? Kim verib sana o icazəni məni başa sal görüm? Üstüme ne kışkırırsan he? Direktörden bu yana bir cavan oğlan əyləşib. Özü də çox mərifətli oğlandı. Bu deyib, bu da kağız. Ver görüm. Özü də qol çəkib. Kimdir o mərifətli oğlan buna belə qol çəkib? Mərifətli oğlan. Adı bir soruş gör bu mərifətli oğlanın ixtiyarı var belə kağızlara qol çəksin ya yok? Heç bilirsən o kimdir ona he? Katibə day bala, katibə! Başa düşdün? Hadi bakalım. Bəli, Kapılar bakma. baş Heç kimdən də işdə qabul eləmə yinən. İstəyir qoyulam səhərəcəm burada diyansın. Mərifətli oğlana bak. Götür. İstediğin buydu. Salam Meleki. Apar, ver muhasebata. Biz de sizin için. Sizi yeni modeller sergisine davet edirik. Şövkət Həmidovna, qınamayın məni, qınamayın. Siz özünüz çox yaxşı bilirsiniz ki, mənim istəyim nədir? Təzədən açıb ağartmayaq. Nə deyirəm? Siz deyən olsun. Lakin insan həmişə, hər məqamda öz iradəsindən asılı olmur. Sonra? Sonrasını diplom işində yazarsan, oradan oxuyarıq. Hələlik bizə iltifat göstərib qayıtdığım üçün təşəkkürlər. Diplom işim hazırdır. Verərəm, oxuyarsan. Şövkət, sosioloji sorğu keçirmişəm. İbrətamiz, ağıllı cavablar veriblər. Olduqca maraqlıdır. Təbrik eləyirəm. Bəlkə divar qəzetində çap eləyəsiz. Necə olar? Yox, elə deyil. Cavablar siz düşündüyünüz qədər də... Sən nə bilirsən? Mən nə düşünürəm? Suallardan biri də direktora aiddir. Başqa sözlə sənə. O sorğuda özünə həm fikirlər tapmısan? Eşitsən pis olmaz. Gör, sənin barəndə nə fikirdədilər? De gəlsin. Məncə direktor işimizin incəliklərindən hələ ki baş açmır. Xasiyyətcə mülayimdir. Ona görə də bir para adamların sözünə tez inanır. Müstəqil qərar çıxara bilmir. Mənə elə gəlir ki, direktor arzu və istəklərimizlə maraqlansa, heç dərdimiz olmaz. Qəşəng qadındır. Mənə gəlsəydi subaylığın daşına atardım. Elçisi sənsən. Kimdir o, hə? Daha bir cavab. Direktor ilk növbədə kəmiyyətlə keyfiyyətin fərqini ayırd eləməlidir. Kifayətdir.